Estoniyadakı ilk oyundan 0-1 məğlub qayıtmasına baxmayaraq Rəşad Sadıqovun komandasına inam çox idi. Cavab görüşündə də 5-ci dəqiqədə Zirə hesabı açanda artıq hamı növbəti rəqibi düşünürdü. Gəl ki, Zirə meydanda bütün komponentlərdə rəqibdən üstün ola növbəti mərhələyə vəsiqəni öz əli ilə Estonlara verdi. Oyunun statistikasına diqqət. Topa sahib olma 71-29, qapı çərçivəsinə zərbələr 9-2, kornerlər 9-2. Bütün bu üstün rəqəmlərdənsə kaş bir qol olardı. Təəssüf ki, qəfil ölümü xatırladan o qolu rəqib vurdu və beləcə Zirənin Avrokubok macərası heç nədən bitdi. Məyusedici bir məğlubiyyət oldu, mərhələni keçəmədik. Hər şey göz qarşısındaydı, göz qabağındaydı. Erkən qol, çox sayılı qol epizodları, bu qədər qol epizodların istifadə demək də olmur. Dirəkdən, qapıcı, müdafiəçi. Bəlkə də 3-4 oyuna sığacaq qədər qol epizodu yaratdıq, amma təəssüflər olsun, top qapıdan keçmək istəmirdi. Və belə olan halda da çox vaxt baxırsan ki, sonuçta məğlub olursan və bugünkü oyunda sonu elə oldu. Artıq sanki gedişat onu göstərirdi ki, qol vuramayacaq və rəqib mərhələni keçən tərəf olacaq. Rəqibi təbrik edirəm. Növbəti oyunlarda onlara uğurlar arzulayıram. Biz çox məyusuq. Hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf biz idi, amma təəssüflər olsun ki, iki oyunda nəzərə alsam çox sayılı qol epizodları və böyük üstünlüyü nəticəyə çevirəmədik. Bu məğlubiyyətə bəraət yoxdur Rəşad Sadıqov. Bəli, hər iki görüşdə qələbəyə layiq tərəf Zirə idi, amma iki qarşılaşmada 180 dəqiqə ərzində pay deyə cəmi bir qol vurursansa, bay də deməkdən başqa çarəmiz qalmır. Zirənin hücumçuları bu qədərmi keyfiyyətsiz, qol duyumu olmayanlardı. Zirə Torpedo Kutaisiya udutsaydı adamı bu qədər yandırmazdı. Estoniya klubuna uduzmaq sadəcə rəzalətdir. Başqa adı yoxdur.